Salam əziz abituriyentlər. Bugün Güvən nəşrlərinin keçirdiyi sınağın tarix suallarına baxırıq. Birinci sualımız duluzçuluq sənətinin mövcud olduğu dövrə uyğun, daha doğrusu aid deyil. Cavab axirət dünyasına inamın yaranmağa başlanması olacaq. D variantı olacaq cavabımız 61-ci sualda. Çünki axirət dünyasına inam orta paleolitdə yaranıb, duluzçuluq isə neolit dövründə duluzçuluq sənəti yaranmağa başlayıb. 60-cı sualda cavabımız Y variantı olacaq. 1-ə uyğun olacaq. AXC parlament fəaliyyətə başlamışdı. 2-də Gəncə şəhərinə aid olacaq. AXC-nin elan olunmasından sonra siyasi böhran baş vermişdi. 2-yə A, 3-ə də B cavabımız Y variantı. 63-cü sualda 1 və 11-ci əsrlər Azərbaycan tarixi üçün səciyyəvidir. Cavab Alan tayfalarının qarətçilik yürüşünə məruz qalması C variantı. Çünki 11-ci əsrdə də, yəni 1062-ci ildə Şəddadilər dövləti Alan tayfaların yürüşünə məruz qalmışdı. 64-də cavabımız ABŞ-ın Monroe doktrinasını irəli sürməkdən məqsədi Avropa dövlətlərinin Latin Amerikasında öz ağalıqlarını bərpa etməsinin qarşısını almaq idi. 64-də cavab Y. 65-ə baxırıq. Birinci Dünya Müharibəsi illərində Cənubi Azərbaycanda Urmiya şəhərində soyqırım törədildi. Bəli, cavabımız B variantı olacaq. Çünki Urmi bəlası kimi də tarixə düşüb. Siz o dövrü oxuyanda qarşınıza çıxacaq. 67 idi də səhv eləmirəmsə, səhifəmiz getdi, üzrlü hesab edin. Deməli, 66-cı sualda cavabımız 3-4 olacaq. Bizansla Sasanlar öz aralarında müharibələr apararaq zəifləmişdilər və Xəzərlər Albaniyanı tərk etmişlər. Nəticədə də Albaniyanın müstəqil dövlətə çevrilməsi prosesi başlamışdı. 7-ci əsrin 30-cu illərində. 66-cı sualda cavabımız A variantı. 67-də cavabımız üçlü Eyler-Venn diaqramıdır. Göytürk xaqanlığı, Albaniya dövləti və Frank dövləti. Cavab 67 D variantı olacaq. Göytürk xaqanlığına aiddir Ağun dövlətinin ərazilərinin bölüşdürülməsi, Albaniya dövləti Xəzər xaqanı ilə qohumluq münasibətlərinin qurulması, 2-yə A, 3-ə Frank dövləti ərəb qoşunlarının məğlub edilməsi, 4-də Frank dövləti ilə Göytürk xaqanlığının, 1-ci Göytürk xaqanlığına oxşar cəhətini soruşur. Bu, avarlara qarşı uğurlu mübarizə aparılmasıdır. 4-də B. 5-də isə cavabımız D olacaq. Hər üç dövlət Bizans dövləti ilə diplomatik əlaqələr qurublar. Növbəti 68-ci sualımız burada 20-ci illərin sonlarında aparılan kollektivləşdirmə ilə bağlı bir nəticələrin yazır və deyir ki, bunun hərbi kommunizmlə bağlı oxşar nəticələri, hərbi kommunizmlə bağlı oxşarlığını soruşur. Burada aldadır sizi. SSR-nin sərt iqtisadi metodlardan istifadə etməsi hərbi kommunizmin tətbiq edildiyi illərdə SSR hələ təşkil olunmamışdı. Ona görə birinci şərti heç cür qəbul edə bilmərik. İkincidə deyir, kənddə istehsalçının iqtisadi marağının azalması. Bəli, kənddə istehsalçının iqtisadi marağı azalmışdı. Çünki sərt iqtisadi tədbirlər nəticəsində kəndçinin belə deyək də, əkin-biçin işlərinə marağı yox idi. Çünki əlində olan artıq məhsul onun əlindən zorla alınırdı və onun da iqtisadi marağın azalmasına gətirib çıxarırdı. 2. Bütün ölkənin ərzaq böhranı ilə qarşı-qarşıya qalması. Aydın məsələdir, kəndçinin iqtisadi marağı azalacaqsa, ölkə ərazisində ərzaq böhranı baş verəcək. 2-3 cavabımız B variantı. 69-cu suala baxırıq. Solon islahatları və AXC-nin iqtisadi tədbirlərinə əsasən burada ərzaq məhsullarının ixracına qadağan qoyulmasıdır. Cavabımız Y variantıdır. Siz həm Solon islahatlarına, həm də AXC-nin iqtisadi tədbirlərinə baxsaz, bu məsələ ilə qarşılaşacaqsınız orada. 70-də Şəddadilər və Qaraxanlı dövlətlərinə aiddir. Burada cavabımız Səlcuqların hücumuna məruz qalması. Cavab 70-də D variantı. 71-də 20-ci əsrin 40-80-cı illərində fəaliyyət göstərmiş bəstəkarların cədvəldə müvafiq olaraq müəyyən edin. Burada bəstəkarları soruşur. Birinci çərçivə Nəsibə Zeynalova aktyorla başlayır. İkinci Yusif Məmmədəliyev alimdir. Amma üçüncü çərçivəyə baxsaq Fikrət Əmirov, Qara Qarayev, Şəfiqə Axundova, bəli.
20-ci əsrin 40-cı illərində fəaliyyət göstərmiş bəstəkarlardır. Cavabımız C variantı. 72-də uyğunluğu müəyyən edirik. Daha doğrusu uyğunluq gözlənilmişdir. Hansı şərtlərdə uyğunluğun gözləndiğini soruşur. Monqol dövlətinin paytaxtını Peşinə köçürmüşdü. Çingiz xan yanlışdır. Xubilay xanın dövründə paytaxt Peşinə köçürülüb. Dehli sultanlığında hakimiyyətdə olmuşdu Məmlüklər sülaləsi. Bu da yanlışdır. Çünki Misir dövlətində olub. Səfəvilər tərəfindən himayə edilmişdi. Bəli, Teymuri hökmdarı. 3. Monqolların Şərqi Avropa yürüşləri qərarı alındı. Onun qurultayında. 4. Bu növbəti onun qurultayıdır. Birinci onun qurultayı sizi çaşdırmasın. 3-4. 3-cü Xaslı yürüşündə Alman ordusu tərəfindən dağıdılmışdı Konya şəhəri. 3-4-5 cavabımız Y variantı. 73-cü suala baxırıq. Azərbaycan ordusunun Qisas adlı antiterror əməliyyatı nəticəsində Qisas adlı antiterror əməliyyatını yadınıza salın. Heç 24 saat belə davam etməmişdi və nəticədə Xankəndindəki separatçı rejim təslim olduğunu elan etmişdi ağ bayraq qaldıraraq. Cavabımız 73-də B variantı. 74-də xanlıqlarla bağlı sualdır. Deməli, İrəvan xanlığı, Gəncə xanlığı və Təbriz xanlığına aid oxşarlıq verib. Siz Pənahəli və İbrahim Xəlil xanın dövrlərinə baxsaz görəcəksiniz ki, həmin xanlıqlar Qarabağ xanlığından asılığı qəbul etmişdi. Cavabımız C variantı. 75-də daha sonra baş vermişdir. Daha sonra baş verib burada 30 illik müharibədir. 1618-ci ildə digərləri ondan əvvəl baş verən hadisələrdir. 75-də cavabımız A variantı. 76-da Nadir Şahın daxili siyasəti ilə bağlı uyğun fikirləri müəyyən edin. Daxili siyasətlə bağlı uyğunluğu deyəndə doğrunun altından doğrunu, yanlışın altından yanlışı seçirik. Hərbi dəniz donanmasının təşkili bu doğru deyil, bu yanlışdır. Çünki o hərbi siyasətinə aiddir. Deməli, biri seçmirik, 2-yə baxırıq. Azərbaycan əyalətinin yaradılması, bəli, Azərbaycan əyaləti yaradılır. Hətta Şah 1-ci Abbasla oxşar cəhətidir. 3-ə baxırıq, baş vəzir və sədr əzəm vəzifələrinin ləğv edilməsi, bəli, bunu da həyata keçirmişdir daxili siyasətdə. 2-3. 4-ə baxırıq, yanlışın altından yanlışı seçəcəyik. Rəiyyətin hərbi qulluğa çağırılması. Yanlışın altından yanlış, bu doğrudur. Həmçinin bu hərbi islahata aiddir. Deməli, bunu seçə bilmərik. Şamaxı əhalisinin Aksuya köçürülməsi, bəli, yanlışın altından yanlışı seçəcəyik. Şamaxı əhalinin Aksuya köçürülməsi 1734-cü ildir. Şah olmamışdan əvvəldir. Deməli, cavabımız 2-3-5-dir. 76-da cavab C variantı. 77-də 19-cu əsrin ikinci yarısında Cənubi Qafqazda Anlılar Məhkəməsinin tətbiq edilməməsinin səbəbi birbaşa B variantı cavabı deyirəm. Çar Rusiyasının yerli əhalinin məhkəmədə iştirakına imkan vermək istəmirdi. Yadınıza salın. Yalnız Azərbaycanlılar, hansı ki hüquq fakültəsini qutaran Azərbaycanlılar yalnız vəkil kimi fəaliyyət göstərə bilərdilər. 78-də 2 şərt verib və nəticəsini soruşur. Baxırıq, kapitalist iqtisadi sistemin əsası qoyuldu. Bir də milli dövlətlərin yaranmasına əlverişli zəmin formalaşdı. Bu, reformasiya hərəkatının nəticələrində yazılıb. Reformasiya hərəkatının nəticələrinə baxsaz görəcəksiniz. Cavabımız Y variantı. Deməli, 79-cu sual. 79-cu sualda Şah 1-ci İsmail, Şah 1-ci Təhmasibdən fərqli olaraq burada cavab Ərəb İraqını Səfəvi dövlətinə birləşdirmişdi. Bax, cavabımız bu olacaq 16-cı əsrin ilk 10 illiyində. Hansı ki Sultan 1-ci Süleymanın ilk yürüşü zamanı da Ərəb İraqı, yəni Bağdadda daxil olmaqla Səfəvlərin əlindən çıxmışdı. 79-da cavabımız D variantı. 80-də səbəb nəticə əlaqələrini soruşur. Burada birbaşa cavabı deyirəm A variantıdır. İngiltərə Fransanın sakitləşdirmə siyasəti yürütməsi, Sudet vilayətinin Almaniyaya ilhaq edilməsi. Bəli, səbəb nəticə əlaqəsi gözlənilib. 3. Bir də Marna çayı sahilində Almanların hücumunun dayandırılması, Schlieffen planının uğursuzluqla nəticələnməsi. Bəli, 1-ci Dünya müharibəsində ildırım sürətli müharibə planına uyğun idi Schlieffen və Marna çayı sahilində Alman qoşunlarının hücumları dayandırıldı. Onunla da o uğursuzluqla nəticələnmiş oldu. 3-5, 80-də cavab A. 81-də məntiqi ardıcıllığı tamamlayın. Ağqoyunlu qoşunlarının Beyşehir döyüşündə məğlub olması, bir də 1461-ci il sülhünün pozulması, yəni məntiqi ardıcıllıqla nə gələ bilər? Bu, Ağqoyunlu Osmanlı müharibələrinin növbəti mərhələsinin başlanmasıdır. 81-də cavabımız D variantı.
82-də Fransanın cənubu və şimalında şəhərlərin fərqli inkişafının səbəbləri soruşulur. Cənubda niyə fərqli idi və cənubda feodal münasibətlərinin zəif inkişaf etməsinin səbəbi nə idi? İki səbəb yazılır. Cənubda feodal münasibətlərin zəif inkişaf etməsinin iki səbəbi yazılır. Biri şəhərlərin inkişaf etməsi idi. Yəni bizim cavabımız 82-də B. Digəri isə həmin şəhərlərin daha dağlıq ərazilərdə yerləşməsi idi. 82-də cavabımız B olacaq. 83-də göstərilərin aid olduğu dövlətləri müəyyən edin. Çində Taypinlər üsyanına qarşı mübarizə aparıblar. Krım müharibəsində Osmanlı dövlətini müdafiə ediblər. Antanta ittifaqının üzvü olublar. Söhbət burada İngiltərə, Fransa dövlətlərindən gedir. Cavabımız 1 və 2. Baxırıq növbəti 84-cü suala. Deməli, 19-cu əsrin əvvəllərində Rusiya tərəfindən Azərbaycan şimal torpaqlarının işğalına şərait yaratmışdı. Burada Çar 1-ci Nikolayın Şərqi Gürcüstanın daxili müstəqilliğini ləğv etmək haqqında fərman verməsi və Bakı yaxınlığında Rus qoşunlarının komandanın Syanovun öldürülməsi şərait yaradan amillər deyildi. Artıq o proses başlamışdı. Şərait yaradan amilləri soruşur. 3-ə baxırıq. Yassı müqaviləsi ilə Osmanlı dövlətinin Cənubi Qafqazda fəal siyasət yürütmək imkanından məhrum qalması. Bəli, şərait yaradan amillərdən idi. 3. Qacarlar dövlətində siyasi qeyri-sabitliyin hökm sürməsi. 4. Azərbaycanın parçalanmış vəziyyətdə olması. Bəli, siyasi dağınıqlıq vəziyyətində idi. Xanlıqlar dövrü. 3, 4, 5. Cavabımız 84-də 3, 4, 5. 85-ə baxırıq. 85-də xronoloji ardıcıllığı müəyyən edin. Deməli, Şirvanşahlar dövlətinin cəlairlərdən asılı vəziyyətə düşməsi. Yenə sual, üzr istəyirəm. Şirvanşahlar dövlətinin cəlairlərdən asılı hala düşməsi 1367. Sultan 1-ci Süleymanın Azərbaycana hücuma başlaması 1534. Şəməsi döyüşünün baş verməsi 1494. Əlincə qalasının Əmir Teymura təslim olması 1400-cü illər. Deməli, xronoloji ardıcıllıq olaraq 1, 4, 3, 2. 1, 4, 3, 2. Teymuri Şahrunun Azərbaycana yürüşü üçün xarakterikdir. Burada Şirvanşah 1-ci Xəylullah ilə hərbi ittifaqa daxil olması, bir də Ağqoyunlarla müttəfiqlik münasibətlərinin saxlanması olacaq. Cavabımız 1, 3. 87-də ilk və əlavə düzəlişlərin qəbul olunmasına qədər fəaliyyət göstərmiş ABŞ Konstitusiyasına aid uyğunluğu müəyyən edəcəyik. Burada 1791-ci ilə qədərki müsbət və mənfi cəhətləri götürəcəyik. Müsbət cəhət olaraq hakimiyyət bölgüsünün təsbit olunması idi. Bəli, müsbət cəhətli 1-ə C. Mənfi cəhət olaraqsa seçki hüququnun göstərilməməsi idi. 1791-ci ilə qədərki olan Konstitusiyada 1791-ci ildən sonra artıq seçki hüququ göstərilməyə başlandı. Yəni, müsbət cəhətləri 1-ə C, 2-yə D. Situasiya suallarına baxırıq. Al və Ağ-Qızılgül müharibələrindən salınıb İngiltərə mövzusu, orta əsrlər dövrü. Deməli, mənbədə bəhs olunan 7-ci Henrixin qələbəsi ilə başa çatmış müharibənin adını qeyd edin. Bu Al-Qızıl və Ağ-Qızılgül müharibələridir. Bunu qeyd edəcəksiniz. 89 iki feodal qrupunun hakimiyyət uğrunda apardığı müharibə nəticəsində İngiltərədə hansı sülalə hakimiyyətə gəldi? Bu Tudorlar sülaləsidir. Bunu qeyd edəcəksiniz. Mənbəyə və tarixi bilinclərinizə əsasən 7-ci Henrixin kral hakimiyyətini gücləndirmək üçün həyata keçirdiyi iki tədbiri yazın. Yaza bilərsiniz, o ara müharibələrinə son qoydu. Feodal adlı hərbi dəstələrini ləğv edərək ara müharibələrinə son qoydu. Sonra iri feodallara qarşı mübarizə apardıq. Bax, bunları yaza bilərsiniz və düzgün götürüləcək. Hər birinizə uğurlar arzulayıram.